Değerli izleyiciler, her vaxtınız xeyirli olsun. Mən gazeteci, araşdırmacı Məsud Haray və uzun illərdir ki, bildiyiniz qədər Türkiyədə yaşayıram və Türkiyə oxucusuna Güney Azərbaycan ya İrandakı olan gerçəkləri yazmağa təşəbbüs göstərirəm. Və son bir keçən həftənin içində də Haray Xəbər adında müstəqil bir web sitə yola saldım. Və orada çalışıram yenə də xəbər analiz və araşdırmalarla İranın varoluşu gerçəklərini və Güney Azərbaycan gözü ilə buradakı oxuculara çatdıram. Amma bunun yanı sıra da bir də düşündüm ki, elə millətimizlə də orada yazdığım məsələləri ki, araşdırıram. Qısa videolar da olsa Haray Xəbər TV adında YouTube kanalımda və başqa sosial media kanallarında da paylaşam. Əgərsə bu YouTube kanalımdakı videonu sonunuza izlədiniz də bəyənirsəniz, bunu paylaşmaqla yardımcı ola bilərsiniz. Eyni halda bu videonun altında sizin yorumlarınız da mənim üçün çox əhəmiyyət daşıyır. Hələ yorumlardan daha ziyadə eleştiriləriniz, yəni tənqidləriniz. Və bu tənqidlərin yanı sıra da verəcək suallarınız da olursa orada yazsanız, mən onları not alıb o suallara da qısa videolarla cavab verməyə çalışacağım. Ancaq bugün, yəni bu axşam yüz verən bir olayı sizinlə müzakirə etməyə çalışacağım. Baxın, Amerikada, Kanadada və başqa Avropa ölkələrinin bir çox şəhərlərində ayaqlanmalar oldu. Yəni İran müxalifəti adına etirazçılar xiyabanlara çıxdılar. Hətta mən baxdım, Kanada şəhərində, Kanada məmləkətində çıxan etirazçılar çox yoğun qar altında etiraza çıxmışdılar. Yəni çox soyuq havada belə çıxmışdılar. Bu minlər adam bəlkə də xiyabanlardaydılar, etiraz etdilər. Ancaq bir dənə bir gerçək var ki, bunu unutmamamız lazım. Bunlar nə üçün çıxmışdılar? Hansı sembollar, hansı şüarlarla ortaya çıxmışlar? Bu qədər etiraz oldu, bu qədər insan canını fəda etdi, şəhid düşdü. Azadlıq üçünmü, yoxsa hakimiyyəti dəyişdirmək üçünmü? Ən azından Güney Azərbaycanlılar hər şeyi oturdular, bəlkə 10 günə kimi də gözlədilər. Baxmayaraq ki, bizi qorxaq dedilər, bizi rejim yanlısı kimi hesab etdilər, ittiham atdılar, çomur atdılar. Amma bunları aldırmadıq, yəni bunları çox diqqətə almadıq. İçəridəki milli hərəkat, ya millətimiz gerçəkdən də öz iradəsini, yolunu, xəritəsini, gələcəyə anlayışını ortaya qoydu. Baxmayaraq, deyirəm, içimizdə hətta bizə yaxın çevrələr belə hərəkəti zəifdilər, ortaya çıxmırlar, qorxaqdılar, dedilər. Hətta önəridə bulundular, gəlin bərabər bu hökuməti yıxın, yəni sanki bu, sonra haqqı hüququnuzu burada iade edersiniz. Biz ama onları aldırmadık, çünki tarixi süreçdə biz bunları yaşamışdıq. Eyni zamanda biz heç unutmadıq ki, Qacarı ki, bir Türk hakimiyyəti idi, onu məşrut eləmək üçün, yəni şahlığını məşrut eləmək üçün məşrutə hərəkatı başlayan yenə də Güney Azərbaycan başda Təbriz oldu. Biz şaha deyirdik ki, sən məşrut olman lazımdır. Yəni tək şahlıqda hər nə mənə sənin əlində olmaması lazımdır. Amma sonucu etibarilə bu 1000 il Türk hükümdarlığına son verdiyimizi bilmirdik. Kudeta oldu. Başqa məmləkətlər də, başda İngiltərədə bu kudetada əlləri oldu. Və Rza Qulduru Palanını ki, sonra da adını dəyişdi, soyadını dəyişdi, Pəhləvi qoydu, onu iş üstünə gətirdilər. İndi son 100 ildir bir millət var, o da Fars adını qoymurlar, İran milləti deyə. Yəni Farslığın adını İran milləti qoyub və sonra da bir dil var, o da Farscadır. Hər kəsi qandırmağa çalışdılar. Amma bu günləri ortaya çıxan məsələyə qayıdaq. Baxsaz, heç birində azadlıq ya ədalət üçün, ya demokrasi üçün bir şüar verilmir. Avropada, Amerikada belə. Və dünya da bunları görür. Dünya kör deyil ki. Yəni bir çox vicdanlı insan var, gazeteci, araşdırmacı, siyasət bilim adamları vardır ki, bunları izləyirlər. Bunlar nə istəyirlər? Yanı sırada hələ istədiklərində də belə aynı nöqtədə deyirlər. Gördüm ki, bəzi şəhərlərdə
neçə quruh olublar. Xalq müzahidləri bir tərəfdə, Pəhləvicilər bir tərəfdə, Kürdlər bir tərəfdə və bir-birinə hətta çırpışırlar, vuruşurlar. Bunlardan istəyim deyim sonuc nədir? Bunların demokrasi anlayışı, insan haqları anlayışı, başqa millətlərin haqqı, hüququ haqqında düşüncələri nədir? Tam ortada. Deməyə gərək yox ki. Hər kəs ona bir baxsa, İrana getmək lazımdır. Avropanı elə bu videolarına baxsın, görərik ki, bunların insan haqları, qadın haqları, özgürlük, ədalət deyə bir anlayışları yoxdur. Onlar deyirlər ki, biz bu mallanı götürək. İkinci zamanında deyirəm, Qacarlardan sonra Pəhləvi gəldi, tac qoydu başına. Yəni bir də diktatorluq qurdular. Biz məşrut şaha məşrut eləməyə çalışırıq. Bir diktatorluq quruldu. Bəli, onu başqa ölkələrin əli ilə quruldu. Tükləri bir-birinə paramparça salmaq üçün. O başqa uzun bir məbhəsdir ki, ona mən girmirəm. Sonra nə oldu? Niyə Pəhləvi heç kəs bu sualı ortaya qoymadı? O zaman niyə Pəhləvi gedəndə, yəni məmləkətdən qaçanda heç bir müqavimət göstərmədən tacını qoydu yerə, başqa türlü əmmamə ilə Xumeyninin başına verdi və getdi. Çünki bilirdi ki, ən azı yerinə bir dənə yenə farsları hakimiyyətdə tutan, omurqasını sağlayan bir rejimdir. Yəni qılığın dəyişdilər və millət də belə düşündü. Yenə də biz Güney Azərbaycan türkləri başda Təbriz olmaqla böyük mücadilə verdik. Böyük etki də verdik, itki də verdik. Yəni həm etkimiz oldu bu inqilabda, İnqilab-ı Cümhuri İslami İranda, həm də itkimiz oldu. Yəni insanlarımız həlak oldu, aradan getdi. Sonuç yenə nə oldu? Hətta qanun əsası deyirlər, anayasada da belə insan haqlarımız bir şeylər tanındı. Amma bu günə kimi hələ 47-48 il oldu. Ondan heç bir icraya qoyulmadı. Hələ ana dilimizdə eğitim xiyalat qaldı, rüyaya çevrildi. Gəldik indi bugünkü günün olaylarına da getiririk. Bəs biz nəyin peşindəyik? Bunlar neynirlər? Bunlar istəyirlər bir əmmaməni götürmüşlər. Şahı tacı götürmüşlər, əmmamə qoymuşlar. İndi də əmmaməni götürüb tac istəyirlər qoysunlar. Səkkəlli mallalar vardı. Səkkəlini qırxacaqlar. Mənim kimi kravat vuracaqlar. Olacaqlar nə mənə? Demokratik fiqor, qiyafə, maska. Və yenə aynı sürəz, aynı faşizm devam edəcəkdir. Bu, heç bir vicdanlı insan bunu qəbul etməz. Həyatını təhlükəyə salsın, orada bir qəddar rejimi çevirsin, başqa bir qəddar diktatoru da yerinə qoysun. Bu mücadilə boş bir mücadilə olmaması lazımdır. Bu insanlıq mücadiləsi olması lazımdır. Bu azadlıq mücadiləsi olması lazımdır. Bu ədalət mücadiləsi olması lazımdır. Bu insanların hamısının eşit, bir, bərabər hərəkət etməyə tanınma mücadiləsi olması lazımdır. Amma deyil. Onun üçün də son sözüm bu olsun. Biz bunlardan dərs çıxmamız lazımdır. Yola çıxmadan öncə haraya getdiyimizi diqqət etməmiz lazımdır deyə düşünürəm. Mən də Güney Azərbaycan bir türkü olaraq əlimdən gəldiyi qədər bunu düşünürəm. Millətimiz hansı yoldan, hansı səadətə çatmaq istəyir? Bilmədən, etmədən yola çıxan insan azar yolda, soyuqda, sazaqda, qarda, yağışda həlak olur, aradan gedər. Amma yolunu bilsən, hansı yoldan, hansı məqsədə gedəcəksən, o məqsədə uyğun şəkildə özünü hazırlıqda bulunacaqsan. Soyuq havada gedəcəksən, isti paltar götürəcəksən. İsti havaya da getsən, özünü istidən qorumaq üçün imkanlar alacaqsan, su alacaqsan, nə bilim, çətir alacaqsan. Bunlar nə demək yəni? Biz hazırlıq, biz hansı yola gedirik? Biz azadlıq, ədalət, milli hökumət ya ulusal devlət qurmaq istəyirik. Onlar devlətin qiyafəsini, pas devlətin qiyafəsini dəyişdirməyə çalışdılar, amma biz 1000 il öncədən gələnəyimiz olan, geçmişimiz olan devlətçilik ənənələrimizi bərpa etmək istəyirik. Və bugün də Kanadada, nə bilim, Amerikada, Avropada, Almaniyada bir çox yerlərdə diqqət etisablar, ya etirazlar, ya ayaqlanmalar, adını nə qoyursuz qoyun. Heç birində demokrasi, heç birində insan haqları, heç birində başqa millətlərə haqq tanınmaq, heç bir şey yox idi.
Bəs bizim gələcəyimiz ya İranın gələcəyi demokrat İran adının altında heç bir şey mən təsəvvür edə bilmirəm. Mən yanlış mı düşünürəm? Siz mənə bunu etiraz edin, yazın. Və mən şəxs olaraq, Məsud Haray olaraq düşüncəm budur. Biz azadlıq, ədalət üçün mücadilə edirik. Əgərsə önə mərkəziyyət zehniyyəti pəhləviçisi olsun, cümhuri İslamiçisi olsun, nə bilim, mühafizəkarları olsun, bu İran içindəki adıyla desək ki, sağ qol olsun, sol qol olsun. Əgər bunların demokrasi dərdi olsaydı, keşke olsaydı. Ədalət dərdi olsaydı, keşke olsaydı, onda biz də onlarla bərabər gələcəyi inşa etmək üçün canı gönüldən çalışardıq və sinəmizi güllələrə sipər edərdik. Amma əziz millətim, bu belə deyil. Onlar fiqur dəyişdirməyə, yenə də bizi baskıya, yenə də bizi hiqarətə, yenə də bizi istismara götürməyə düşünürlər. Onların heç bir ərəblərin dərdi, bəlusların yoxsulluğu, Güney Azərbaycanın bu qədər fəlakətdə yaşadığı dərdi yoxdur. Onların Urmu gölü dərdi yoxdur. Onların Karun çayının quruma dərdi yoxdur. Araz nəhrinin zəhərləmə dərdi yoxdur. Onların dərdi yenə iktidarı ələ keçirməkdir. Başqa modelə keçməkdir. Bugün bu qədər. Çox sağ olun.